Bismillahirrahmanirrahim. Mirac-ı Səadə kitabında qonaq bəhsində yazır ki, hər hansı bir işdə tələsmək şeytandandır. Yəni, insan bir iş görəndə gərək tələsməsin. Amma 5 iş var ki, gərək insan onu yerinə yetirmək üçün tələssin. Biri ondan ibarətdir ki, əgər bir şəxs günah etdisə, günahından peşman olub tövbə etməyə tələssin. Çünki ömür o qədər uzun deyil ki, insan tövbəni gecikdirsin. Yəni, günah edən insan tövbə etməyə tələsməlidir. İkinci, əgər bir şəxs birindən borc alıbsa, borcu sahibinə qaytarmaq üçün tələssin. Ola bilər, ömür vəfa etməyə, kimdənsə borclu getməsin. Üçüncü, hər kəsin evində qız uşağı varsa, əgər o qız uşağı həddi buluğa çatıbsa, onu evləndirməyə tələssin. Dördüncü, vəfat edən şəxsi dəfn etmək üçün tələsmək lazımdır. Ən nəhayət, 5-ci ondan ibarətdir ki, birinin evinə bir qonaq gedə, qonağın qarşısına süfrə sərməyə gərək ev yəsi tələssin. Ola bilər, qonaq ac ola, bu da yemək hazırlayır, qonaq da utanır deməyə ki, mən acam. Bunun üçün qonağa yemək verməyə gərək ev yəsi tələssin. Hədisdə var ki, Allah Teala Həzrəti İbrahim Peyğəmbərə xitab etdi. Ya İbrahim, əqramad deyf. Qonağa ehtiram tut, qonağa ehtiram et. Həzrəti İbrahim Peyğəmbər qonaq üçün qoyun kəsdi. Yenə xitab olundu, ya İbrahim, əqramad deyf. Qonağa ehtiram et. İbrahim Peyğəmbər bir buzov kəsdi. Yenə xitab olundu, ya İbrahim, qonağa ehtiram et. Bu dəfə İbrahim Peyğəmbər bir dəvə kəsdi. Yenə Allah Teala xitab etdi, ya Peyğəmbər, ya İbrahim, qonağa ehtiram et. Həzrəti İbrahim Peyğəmbər dedi, ilahi, necə ehtiram edim? Mən qonağa ehtiram edirəm, qoyun kəsdim, buzov kəsdim, dəvə kəsdim. Amma deyirsən, qonağa ehtiram et. Qonağa mən necə ehtiram edim ki, sən məndən razı qalasan? Allah Teala xitab etdi, ya İbrahim, süfrəyə çox nemət düzmək ehtiram deyil. Lakin qonağa özün xidmət göstər. Qonağa ev yəsinin xidmət göstərməyi ehtiram sayılır. Yəni, insan özü durub qonağın ehtiramında dursun, xidmətində dursun. Hədisdə var ki, 3 nəfərə xidmət etmək insanın izzətini həm Allah yanında, həm Peyğəmbər yanında, həm insanlar yanında uca edər, insanı izzətli edər. Biri, ata-anaya xidmət etmək. Əgər bir kəs ata-anasına xidmət edərsə, o şəxsin həm Allah yanında, həm Peyğəmbər yanında, həm insanlar yanında izzəti, hörməti çox olar. İkinci, müəllimə ehtiram etmək, müəllimə xidmət etmək. Fərq etməz, istər dini müəllim ola, istər dünyavi müəllim ola. Bütün sahələri, bütün peşələri elmi insanlara öyrədən müəllimdir. Müəllimə xidmət etmək, onun ehtiramında qalmaq
insanı Allah və Peyğəmbər yanında, bəşər yanında izzətli edər. Üçüncü, qonağa ehtiram etmək. Qonağın xidmətində qalmaq səbəb olar Allah yanında insanın şərəf və izzəti uca olsun.